Xoş gəlmisiniz Fəridə xanım. Sizi burada görməkdən çox məmnunuq. Əvvəla ilk sualımızdan başlayaq. Sizin B planınız nədir? Sən bilirsən, mənim həm özümə, həm insanlara yaradılan ümumi bir B planıdır. Məqsəd birdir, B plansız heç kim qalmasın. Sən bilirsən ideyası haradan və necə yarandı? Bu layihənin arxasında duran şəxsi motivasiyanız nə oldu? Siz bilirsiniz, ümumiyyətcə rahatlıq yaradıcı deyil. Yəni rahat olanda insan yaratmaq istəmir. Dincəlmək istəyir, seyr etmək istəyir. Sən bilirsən, narahatlıq, boşluq hissindən yaranıb və ona görə də elə ilk gündən güclü bir motivasiya ilə yaranıb. Layihənizin adı Sən bilirsən hansı mənanı verir və bu adla nəyi vurğulamaq istəyirsiniz? Layihənin adı həm addır, həm sloqan bir aradadır. Çünki bir məqsədimiz var. Hamı bilsin ki, heç kimi və heç nəyi gözləməyə ehtiyac yoxdur. Sən olduğun halda uğur qaçılmazdır. Bu təşəbbüs vasitəsilə insanlara hansı konkret dəstək və ya xidmətlər təqdim olunur? Bir neçə produktlarımız var. Onlardan biri Açar Sənsən şəxsi inkişaf proqramıdır. Bunu bağçalardan başlayaraq məktəb, orta məktəb, universitetlərə inteqrasiya eləmək planımız var. Bununla da insanın özünü tanımasına, öz yolunu tapmasına, öz peşəsini tapmasına, öz uğurunu tapması üçün dəstək olacağıq proqram şəklində. İkinci produktumuz bu goodjob.az yeni innovasiyalarla dolu, çox gözəl iş həyatına inteqrasiya saytımızdır. Sizin fikrinizcə, bugün Azərbaycanda insan potensialının qarşısını alan əsas sosial və psixoloji bariyerlər hansılardır? Tam səmimi deyim, elə öz nümunəmdə mən gördüm ki, bu yolu keçmiş bir insan kimi tam məsuliyyətlə deyə bilərəm ki, sosial şəraitdir, yəni o bir bariyer deyil. İnsanın ən böyük bariyeri insanın özüdür, öz düşüncələridir. Çünki insan düşüncələri ilə həm özünü dağa qaldıra bilər, həm özünü dağdan endirə bilər. Gənc auditoriyaya, xüsusilə həyatda yolunu axtaran gənclərə bir cümləlik motivasiya mesajınız nə olardı? Əziz gənclər, düşünün, düşündüyünüzü canlandırın, gördüyünüzə inanın və ən əsası hərəkət eləyin. Hərəkət eləyin, bir də hərəkət eləyin. Bunlar olduğu halda uğur qaçılmazdır. Bunu söz verin. Çox sağ olun Fəridə xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Verilişiniz haqqında təəssüratlarınızı öyrənmək istəyərdik. Ümumiyyətcə, bütün bu Venta qrupun içinə nə daxildirsə, bax, gələndən yuxarı çıxana qədər hər şeyi bəyəndim. Həqiqətən də bəyəndim. Halal olsun sizə gənclər. Həqiqətən də möhtəşəm bir işlər görürsünüz. O qədər sevindim, o qədər sevindim. Yenə deyirəm, elədiyinizin siz görməyə bilərsiniz, amma mən kənardan baxdım və sizə heyran qaldım. İşinizi davam edin, düz yoldasınız. Çünki məqsədinizi, işinizi insanların faydasına bağlamısınız, dövlətimizin güclənməsinə bağlamısınız. Bu çox gözəl bir, şərəfli bir işdir. Hər birinizə uğurlar.